Hər vaxtınız xeyir. Bugün sizinlə birlikdə tamamilə fərqli bir fəlsəfi səyahətə çıxırıq. Vahid Rızayevin İşıq Zərrə adlı əsərinin izahatını verəcəyik. Söhbət təbiətin bəlkə də ən adi görünən, amma əslində ən sirlərlə dolu elementi olan sudan gedir. Təsəvvür edin, gündəlik olaraq əlimizi yuduğumuz sudan tutmuş kosmosun dərinliklərinə qədər uzanan çox maraqlı bir nəzəriyyəni incələyəcəyik. Yəni, sadəcə suyu fərqli bir rakursdan kəşf edəcəyik. Hazırsınızsa, vaxt itirmədən başlayaq. Müəllifin çox maraqlı bir təmal iddiası var. Baxın, su bizim üçün nədir? Dadsız, rəngsiz, iysiz bir maye. Düzdür. Amma kitaba görə su bundan qat-qat böyük bir güzdür. Müəllif deyir ki, su işığın toplum birliyi və yaddaş daşıyıcısıdır. Yəni, biraz daha sadə dildə desək, su təkcə fiziki maddə deyil. O, sanki kosmik işığı özündə cəmləşdirən böyük bir arxiv, informasiya və yaddaş daşıyıcısıdır. Çox iddialı səslənir. Elə deyilmi? Bu səyahətimiz zamanı 4 əsas məqama toxunacaq. Birinci, suyun gizli yaddaşı. İkinci, yer kürəsinin necə nəhəng, canlı bir orqanizm kimi fəaliyyət göstərdiyi. Üçüncü, kainatda su və işıq məsələsi. Və dördüncü, qədim irsimiz, yəni 4 ünsür fəlsəfəsi. Gəlin, mikro səviyyədən, yəni özümüzdən başlayaraq makro səviyyəyə doğru gedək. Beləliklə, birinci isə suyun gizli yaddaşı. Bir anlıq düşünün, gün ərzində ümumiyyətlə suya neçə dəfə toxunursunuz? Müəllif iddia edir ki, bu sadəcə mexaniki bir hərəkət deyil. Əslində suya toxunduğumuz hər an boynumuza çox böyük bir şəxsi məsuliyyət götürürük. Səbəbini isə indi görəcəksiniz. Bu fikir bizi dərhal su yaddaşı anlayışına gətirib çıxarır. Mətnə görə təsəvvür edin, su sanki canlı bir lent kimidir. O, aktiv şəkildə bizim düşüncələrimizi, davranışlarımızı, hətta o andakı əhval-ruhiyyəmizi belə özünə çəkir, yadda saxlayır və özü ilə aparır. Yəni, lap adi bir formada əlimizi yuyanda belə, ovucularımızdakı o su yığını bizim fikirlərimizi, istər yaxşı, saf düşüncələrimiz olsun, istərsə də negativ hisslərimiz, dərhal həmin an öz yaddaşına kopyalayır. Yaxşı, bəs sonra nə olur? O informasiya hara gedir? Gəlin bu heyrətamiz dövriyyəyə baxaq. Birinci, düşüncələrimiz əlimizdəki suya keçdi. İkinci, o su axıb gedir, təbiətdəki çaylara qovuşur. Bizim o şəxsi yaddaşımızı, duyğularımızı bütün su hövzələrinə daşıyır. Üçüncü addım, həmin sular buxarlanır, göydəki buludlara çevrilir. Və dördüncü, tapdınız, yağış, qar olaraq yenidən yer üzünə yağır. Yəni, əslində, bizim öz duyğularımız xoş və ya mənfi, böyüyüb, ən nəhayətində elə özümüzün qitələrin üzərinə geri yağır. Buna görə də müəllif xüsusilə vurğulayır ki, suyu həmişə pak, təmiz bir düşüncə ilə qarşılamaq lazımdır. İndi isə miqyası biraz da böyüdək və keçək ikinci bölməmizə. Yer kürəsi canlı orqanizm kimi. Təsəvvür edin ki, planetimiz heç də kosmosda boş-boşuna fırlanan, passiv bir daş və ya toz parçası deyil. Əksinə, aktiv, nəfəs alan, mürəkkəb mexanizmlərə malik, nəhəng, canlı bir varlıqdır. Mənbədəki ən maraqlı və qlobal iddialardan biri məhz budur. Mətnə əsasən, yer kürəsini digər planetlərdən fərqləndirən əsas amil onun aktiv nüvvəyə malik olmasıdır. Bu nə deməkdir? Yəni, nüvvədəki yüksək temperatur səbəbi ilə yerin dərin qatlarında süxurların arasında dayanmadan su ayrılmaları baş verir. Bəs niyə başqa planetlərdə bu yoxdur? Müəllif iddia edir ki, digər planetlərin əksəriyyətində nüvvə passivdir. Yəni, oradakı istilik dərin qatlardan suyu ayırıb səthə çıxarmağa yetmir. Fikir verirsinizmi? Yer üzündəki bitməyən su ehtiyatının və həyatın sirri məhz bu aktivlikdədir. Bununla bağlı çox fərqli bir iddia da var. Biz qütb parıltısını, məsələn şimal işıqlarını adətən səmada gözəl bir rəng şousu kimi qəbul edirik, elədir? Amma kitaba görə hər ilin mart-aprel aylarında hər iki qütbdən çox sıx dalğavari təbəqələr ayrılır və onlar təxminən 16 kilometr radiusda yer səthinə sanki əriyərək enir. Bu proses bütün planetin hava qatını tənzimləyir. Diqqət edin, nəfəs aldığımız o rahat havanın özü də əslində su mənşəlidir. Mətnə görə əgər qütblərdəki bu tənzimlənmə, yəni udma və ayrılma prosesi olmasaydı, inanın ki, qlobal bir tufan və ya daşqınla üz-üzə qalardıq. Bu cür tənzimlənmə mexanizmi sözün əsl mənasında heyran edicidir. Bütün bu möhtəşəm prosesləri düşünəndə adamın lap ulduzlara baxmağı gəlir. Gəlin elə biz də kainatın dərinliklərinə doğru yollanaq. Üçüncü bölməmiz kainatda su və işıq. Bu hissədə müəllifin gələcək kosmik səyahətlərlə bağlı doğrudan da qeyri-adi təxminlər var. Müəllif gələcək üçün çox cəsarətli proqnozlar verir. Birincisi, astronomik cihazlar tamamilə dəyişəcək. Teleskoplar məsələn artıq sırf işıq prinsipləri ilə işləyəcək, məsafələr yalnız işıqla ölçüləcək. İkinci böyük iddia isə odur ki, alimlər məhz yerdəki sudan istifadə edərək suyun əsl zərrə törədicisini kəşf edəcəklər. Bəs kosmonavtlar? Mətnə görə gələcəkdə onlara kosmonavt yox, qalaktikacılar deyiləcək.
Bu qalaktikacılar uzun kosmik səfərlərə çıxanda özləri ilə sadəcə çox kiçik həcmdə yerin su zərrələrini aparacaqlar. Və inanın ya yox, o zərrələrdən istifadə edərək kosmosda axar su yaradıb, hətta bitki bostan yetişdirəcəklər. Çox fantastik səslənir, amma ideya kimi olduqca maraqlıdır. Bu yerdə mətndəki ən sirri detallardan biri qarşımıza çıxır. Sadəcə bu rəqəmlərə baxın. 1, 21, 11, 33, 9, 40. Nədir bunlar? Kitabda bildirilir ki, o gələcəyin tədqiqatçıları, yəni qalaktikaçılar, su zərrəsinin məhz bu göstərilən əhatəsini, sferasını kəşf edəcəklər. Düzdür, təfərrüatlar tam açıqlanmır, ancaq vurğulanır ki, tapılacaq bu su kainatla yer kürəsi arasında qəribə bir vəhdət yaradacaq. Dadı tərtəmiz, dumduru bir dağ bulağı suyunu xatırladacaq. Gələcəkdən və kosmosdan yavaş-yavaş yenidən öz köklərimizə qaydaq. 4-cü və sonuncu əsas bölməmiz qədim irs və 4 ünsür. Bizim qədim əcdadlarımız bütün bu kosmik qanun uyğunluqlarını necə görürdü? İnanın ki, bunu öyrəndikcə onlara hörmətiniz biraz da artacaq. Kitabda çox maraqlı bir izah var. Deyilir ki, hər baharda qeyd etdiyimiz o məşhur çərşənbələr, bu ənənələr əslində elə-belə sadəcə əyləncə xatirinə yaranmayıb. Ulu babalarımız kainatın, həyatın necə yarandığını çox diqqətlə izləyiblər. Nəyin nədən yarandığını sınaqdan keçiriblər, müşahidə aparıblar və kəşf etdikləri o böyük kosmik nizamı çərşənbələr şəklində rəmziləşdirib bizə miras qoyublar. Bəs nə idi o tapdıqları həqiqət? Gəlin bu ardıcıllığa baxaq. Hər şey birinci mərhələdən, yəni işıqdan başlayır. İşıq olmasa heç nə başlamaz. Çünki işıq istiyə çevrilir. Bu da bizi gətirir ikinci mərhələyə, istiliyə. Bayaq dediyimiz o nüvənin istiliyi suyu sərbəst buraxır. Beləliklə, üçüncü mərhələ yaranır, su. Sudan isə rütubət, nəm ayrılır və 4-cü mərhələni, havanı meydana gətirir. Hava nə edir? Külək yaradır, odu, hərəkəti tətikləyir, sanki bir körük rolunu oynayır. Və ən sonda bütün bu 4 elementin birləşib həyat formalaşdırması üçün bərk bir zəminə ehtiyac var. Bu da 5-ci mərhələ, yəni torpaqdır. Fikir verirsiniz, sanki nəhəng bir puzzle'dır. Hər bir mərhələ mütləq şəkildə özündən sonrakını yaradır. Mükəmməl bir ardıcıllıqdır. Mətnin sonuna doğru müəllif bizi çox kəskin, hətta adamı biraz da vahiməyə salan bir sualla baş-başa buraxır. Yer kürəsinin sonu olarmı? Bu nəzəriyyəyə əsasən, əgər nə vaxtsa planetimizin o aktiv nüvəsi həddindən artıq qızarsa və dərin qatlardan suyun ayrılması dayanarsa, o zaman bütün yerüstü sular sürətlə buxarlanıb yoxa çıxacaq. Təbii ki, bütün flora və fauna məhv olacaq. Ən sonda isə yer kürəsinin nüvəsi də digər o ölü planetlərdəki kimi passiv vəziyyətə keçəcək, yəni həyat bitəcək. Amma yaxşı xəbər ondan ibarətdir ki, bayaq haqqında danışdığımız o qütb parıltıları, havanın tənzimlənməsi kimi mexanizmlər bizi hələlik bu təhlükədən qoruyur. Yəni hələlik narahat olmağa dəyməz. Suyu suda tapacaqlar, suyu zərrəsində tapacaqlar. Baxın, elə bu ifadə ilə də müəllif işıq, yaddaş və su arasındakı o sonsuz, qırılmaz bağı xülasə edir. Suyun sadəcə şüşədəki içki yox, bütöv bir kainatın yaddaş mərkəzi olması, məncə həqiqətən dünya görüşümüzü genişləndirən bir ideyadır. Biz bu izahatımızda Vahid Rızayevin təqdim etdiyi təməl fəlsəfəni tam tərəfsiz şəkildə, kitabın irəli sürdüyü kimi sizə çatdırmağa çalışdıq. İndi isə sona çatarkən özünüzə bu sualı verin. Növbəti dəfə əlinizi yuyanda və ya pəncərədən yağan yağışı izləyəndə, o suya, o kainatın yaddaşına özünüzdən hansı fikri, hansı duyğunu ötürəcəksiniz?